Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən bitkiçilik məhsullarının nəzarət tədbirləri davam etdirilir. Məhsulun keyfiyyətini müəyyən etmək üçün nümunələr götürülür. Bu yoxlamalar sayəsində biz yalnız keyfiyyətli və təhlükəsiz məhsulları süfrələrinizə gətiririk. Beləliklə, hər addım nəzarət altındadır. Fitosanitar karantin baxış zamanı ilk öncə məhsulların etiketlənməsinin, qablaşdırma materiallarının və məhsulların daşınmasında istifadə olunan taxta altlıqların, beynəlxalq standartların və ixalçı ölkənin tələblərinə uyğunluğu yoxlanılır. Etiketlənmə beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı və oxunaqlı olmalıdır. Həmçinin məhsul partiyasının daşınmasında istifadə olunan taxta altlıqlar beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq qaydada işlənməli və qabıqsız olmalıdır. Müasir qablaşdırma vasitələrindən istifadə və etiketlənmənin düzgün həyata keçirilməsi məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması ilə nəticələnir. Hal-hazırda görmüş olduğunuz qablaşdırma materiallarında etiketlənmə üçün xüsusi zona ayrılmamışdır və etiketlənmə düzgün həyata keçirilməmişdir. Belə ki, bu cür etiketlənmə hava axını nəticəsində qopub düşə bilər və bu da məhsul partiyasının ixalçı ölkələr tərəfindən geri qaytarılması ilə nəticələnə bilər.